Zamanın sədası, keçmiş, bugün və gələcəyin nağılı uzaq illərin tozunu üzərində daşıyan, əcdadların hikmətinin, torpağın sədasını və insanın dərin hisslərini özündə birləşdirən Azərbaycanın qədim, lakin ruh dolu kəndlərindən birində Günəşabad adlanan o kiçik məkan yerləşirdi. Bu kəndin dar daş küçələri, yaşlı çinar ağaclarının kölgəsində sərinlənən meydanları və axan çayın sakit şırıltısı hər kəsin qəlbində keçmişin acı şirin hekayələrinin, ailə və dostluq bağlarını, həmçinin gələcəyə dair sarsılmaz ümidləri oyadırdı. Hər daşda, hər yarpaqda sanki əcdadlarımızın unudulmaz sözləri, zaman axır, amma sevgi və hikmət əbədi qalır fısıldanırdı. Kəndin mərkəzində Ümid məscidi dayanırdı. Məscidin divarlarında asılmış köhnə əl yazmaları və naxışlar əcdadlarımızın öyrətdiyi dəyərlərin, zamanın sınaqlarına qarşı dayanıqlığın və sevginin sədasını gələcək nəsillərə ötürən bir mənbə kimi parlayırdı. Hər səhər günəşin ilk şüaları məscidin pəncərələrindən içəri süzülərək, orada toplanan sakinlərin qəlbində yeni bir işıq, yeni bir ümid bəxş edirdi. Günəşabad sakinləri nəsildən nəsilə ötürülən ənənələrinə sadiq qalaraq, torpaqla, təbiətlə və keçmişin dərsləri ilə bağlı həyatlarını yaşayırdılar. Kənd sakinləri üçün zaman yalnız keçmişin yaddaşı deyildi, o, həm də həyatın hər anında özünü göstərən, insanın içindəki dərin duyğuları, ümidləri və arzuları oyadan, sanki bütün kainatı əhatə edən bir qüvvə idi. Hər kəs öz həyatında əcdadların qoyduğu dəyərləri və sevincləri qoruyaraq, zamanın axışını və onun gətirdiyi hər bir sınağı qəlbində hiss edirdi. Zaman, həyatın ən böyük müəllimidir, deyirdi qoca Həsən bəy, Məmmədovlar ailəsinin başçısı. O, hər zaman övladlarına, bizim torpaq kimi, zaman da heç vaxt geri qayıtmaz. Keçmişin dərslərini, hər anın qiymətini bilmək və gələcəyə ümidlə baxmaq həyatın ən dərin sirridir, deyərək insanın keçmişlə gələcək arasındakı əbədi əlaqəni izah edirdi. Həsən bəyin 2 övladı, çalışqan gənc Rafiq və incə ruhlu duyğularını şeir dilində ifadə edən Nigar, atasının sözlərinin, ailə ənənələrini və torpağın sədasını ürəklərində dərindən yaşayırdılar. Rafiq tarlalarda günəşin isti şüaları altında əməyi ilə məşğul olur. Hər bir toxunan torpaq damlasında əcdadların hikmətini, zamanın axışını və gələcəyin ümidini hiss edirdi. O, hər hesab, hər düstur qarşısında kainatın sirlərini, zamanın nizamını və həyatın dərin mənalarını özündə tapdığını düşünürdü. Nigar isə günəşin batışı ilə məscidin qarşısındakı köhnə kənarda oturub, qəlbində yanan duyğuları şeirə tökər, hər kəsin ürəyində zamanın keçidinin, unudulmaz xatirələri və gələcəyin sarsılmaz ümid işığını oyadırdı. Bir bahar səhəri, kəndin meydanında toplanan insanlar arasında böyük bir görüş keçirildi. Kəndin yaşlıları, gəncləri və bütün ailələr bir araya gəlib, keçmişin hekayələrini, sevinclərini, kədərlərini və zamanın gətirdiyi dərsləri paylaşırdılar. O gün qoca Məhəmməd bəy illərin təcrübəsi və sarsılmaz hikməti ilə insanlara belə dedi: Əzizlərim, zaman axır, amma hər birimizin qəlbində yanan sarsılmaz işıq, həyatın hər anını, hər çətinliyini və hər sevinci daşıyan əbədi bir mənbədir. Ailə və dostluq bizə keçmişin dərslərini xatırladan, gələcəyin ümid dolu yollarını açan ən böyük sərvətlərimizdir. Hər sınaq, hər çətinlik bizə öz içimizdəki dərin gücü, sevgini və mərhəməti kəşf etdirmək üçün var. Unutmayın, zamanın hər axışı bizi daha da böyüdür və qəlbimizdə yanan ümid işığını daha da parlaq edir. Bu sözlər gənc Rafiqin qəlbində böyük suallar oyatdı. O, tarlalarda, axan çayın kənarında və dar küçələrdə gəzərkən keçmişin vətənpərvər hekayələrindən və əcdadlarımızın öyrətdiyi dəyərlərdən ilham alırdı. Rafiq öz-özünə düşünürdü. Zaman yalnız keçmişdən ibarət deyil, o, həm də gələcəyin parlaq ümidlərini, həyatın hər anında qarşılaşdığımız sınaqları və dərsləri birləşdirən, ruhumuzu doyuran əbədi bir axındır. Biz, bu dəyərləri unutmadan, öz həyatımızı daha mənalı və dəyərli edəcək yollar axtarmalıyıq. Nigar isə öz şeir və nəsr əsərlərində keçmişin acı şirin xatirələrinin, ailə və dostluq bağlarının sarsılmaz gücünü və zamanın keçidində yanan sarsılmaz ümidin sədasını sənədləşdirirdi. Onun yazdıqlarında sanki Tolstoyun romanlarında təsvir olunan kimi hər kəsin öz içindəki dərin duyğuları, kədəri, sevinc və ümid bir araya gəlirdi. O belə yazırdı: Hər kəlmə, hər şeir insanın qəlbində yanan sarsılmaz ümidin və sevginin təcəssümüdür. Keçmişin dərsləri, ailə və dostluq bağları və zamanın hər axışı gələcəyin parlaq yollarını açan bir işıqdır. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk və həyatın əsl mənasını öyrənirik. Zaman axdıqca Günəşabad sakinləri öz ənənələrinə, dəyərlərinə və ailə bağlarına daha da sıx bağlı qaldılar.
Hər ailə, hər dostluq və hər birlik keçmişin dərslərini və gələcəyin ümid dolu arzularını öz həyatlarına daşıdı. Gündüzlər tarlalardan, axan çayın kənarında və dar küçələrdə həyatın sədası, ailə və dostluq bağlarının dərinliyi hiss olunurdu. Gecələr isə ulduzların parıltısı altında hər kəs öz içində yanan sarsılmaz ümidin işığını bir daha canlandırırdı. Bir neçə ay sonra kənddə böyük bir bayram, Zaman bayramı keçirildi. Bu bayram hər kəsin öz həyat hekayəsini, sevinclərini, kədərlərini və ailə, dostluq əlaqələrini yad etdiyi, eyni zamanda zamanın axışının, keçmişin acılarının və gələcəyin ümid dolu arzularının qeyd olunduğu bir gündü. Bayram sabahı erkən saatlardan başlayaraq, bütün ailələr bir-birinə sevgi və hörmət bəxş edərək, keçmişin unudulmaz xatirələrini və gələcəyin sarsılmaz ümidini yad etdilər. O gün məscidin qarşısında toplanan insanlar arasında qoca Məhəmməd bəy böyük bir çıxış etdi və belə dedi: "Əzizlərim, zaman axır və keçmiş bizə həyatın ən dərin dərslərini öyrədir. Hər birimiz qəlbində yanan sarsılmaz ümid, sevgi və mərhəmət sədasını daşıyırıq. Zamanın hər axışı, ailə və dostluq bağlarımızın, əcdadlarımızın öyrətdiyi dəyərlərin parlaq izidir. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik. Hər sınaq, hər çətinlik bizə öz içimizdəki əsl gücü və sevgi dərinliyini kəşf etdirmək üçün var." Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın qələmi ilə yazdığı hekayələrdən və şeirlərdən ilhamlanaraq öz həyat yollarında qarşılaşdıqları hər çətinliyi, sınağı və əngəli aşaraq qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdiyini anladı. Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər sınaq qarşısında daha da gücləndilər, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar. Rafiq və Nigar kəndin yaxınlığındakı geniş dağlıq ərazilərə, meşələrə və sərin çay kənarlarına səyahətə çıxdılar. Onlar dağların sərt qayalarını, meşələrin sərin kölgələrini və axan çayın sədasını dinləyərək hər bir çətinlik və əngəl qarşısında insan qəlbində yanan sarsılmaz ümidin bir parçası olduğunu daha dərindən anladılar. Səyahət zamanı onlar keçmişin öyrətdiyi hekayələrdən, kəndin yaşlılarından və təbiətin öz sədasından ilham alaraq həyatın əsl mənasını, ailə, dostluq, bilik və sevgi yenidən kəşf etdilər. Dağların ətəyindən axan çayın sədası ilə ahəngdar birləşən bu səyahət, Rafiqin və Nigarın qəlbində dərin izlər buraxdı. Bir gün geniş meşələrin arasında yerləşən qədim bir mağara qarşısında dayanan Rafiq, mağaranın qapısına yaxınlaşarkən, sanki içində yanan hər bir duyğu, kədər və sevinc, keçmişin və gələcəyin birləşdiyi o əbədi sədaya çevrildi. Mağaranın soyuq, qaranlıq divarlarında Rafiq köhnə əl yazmalarının, əcdadlarımızın izlərini və unudulmuş xatirələri tapdı. Hər bir sətirdə keçmişin acı şirin dərslərin, ailə və dostluq bağlarının sarsılmaz gücü və insan qəlbində yanan sarsılmaz ümidin parlaq işığı vardı. Rafiq bu yazıları diqqətlə oxuduqca öz iç dünyasında dərin dəyişikliklər baş verdi və o an anladı ki, hər bir çətinlik, hər bir sınaq, həyatın özü, insanın qəlbində yanan sarsılmaz gücü və sevgini ortaya çıxarır. Nigar da mağaranın digər künclərində keçmişin dərin hekayələrinin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını sənədləşdirən digər əl yazmalarını tapdı. O, gördüklərini öz şeirində ifadə edərək belə yazdı: "Hər bir düstur, hər bir hesab insan qəlbində yanan sarsılmaz ümid və sevginin, mərhəmətin təcəssümüdür. Keçmişin acıları və sevinclərin, ailə və dostluq bağlarımızda, sarsılmaz ümidimizdə əks olunur. Biz hər çətinliyi aşdıqca öz içimizdəki əsl gücü, sevgini və mərhəməti daha da dərinləşdiririk və həyatın əsl mənasını öyrənirik." Səyahətlərini bitirərək Rafiq və Nigar Günəşabada qayıtdılar. Onların qəlbində mağarada yaşadıkları o dərin hisslər, əcdadlarımızın öyrətdiyi dəyərlərin, ailə və dostluq bağlarının və gələcəyin sarsılmaz ümid dolu arzularının əks olunması aydın şəkildə hiss olunurdu. Kəndə qayıtdıqları gün Həsən bəy bütün ailə və kənd sakinləri arasında böyük bir məclisdə çıxış edərək belə dedi: "Əzizlərim, Rafiqin və Nigarın səyahəti, hər birimizin həyatında qarşılaşdığı çətinlikləri və əngəlləri aşmaq üçün nə qədər dərin güc və sarsılmaz ümidin olduğunu bizə göstərdi. Hər kəsin qəlbində yanan o sarsılmaz işıq, keçmişin dərslərinin, ailə və dostluq bağlarımızı, sevgini və mərhəməti bizə xatırladır. Biz bu dəyərləri qoruyub saxlamaqla gələcəyimizi inamla qura bilərik." Bu çıxış kənd sakinləri arasında böyük təsir bağışladı. Hər kəs Rafiqin və Nigarın qələmi ilə yazdığı hekayələrdən ilhamlanaraq öz həyat yollarında qarşılaşdıqları hər çətinliyi, sınağı və əngəli aşaraq qəlbində yanan sarsılmaz ümid və sevgini daha da möhkəmləndirdiyini anladı.
Gənclər ailələrinin və dostlarının dəstəyi ilə hər çətinlik qarşısında daha da gücləndilər, yaşlılar isə keçmişin dərslərini gənclərə öyrədərək dəyərlərin necə qorunmalı olduğunu bir daha xatırladılar. Zamanın axışı ilə Günəşabad sakinləri öz ənənələrindən, ailə və dostluq bağlarına və insan qəlbində yanan sarsılmaz ümidin işığına daha da möhkəm sarıldılar. Hər ailə, hər dostluq, hər birlik, hamısı keçmişin acı şirin xatirələrinin, əcdadlarımızın öyrətdiyi dəyərləri və gələcəyin parlaq ümidini öz həyatlarına daşıdı. Gündüzlər tarlalarda, axan çayın kənarında və dar küçələrdə həyatın sədası, ailə və dostluq bağlarının dərinliyi hiss olunurdu. Gecələr isə ulduzların parıltısı altında hər kəs öz içində yanan sarsılmaz ümidin işığını bir daha canlandırırdı. Beləliklə, Ümidin dərsləri, Qəlbdə yanan həyat nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun dərin insan təfəkkürünə xas üslubda yazılmış bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin həyat yolunda işıq tutacaq bir irs oldu. Hər kəs bu dastanı oxuduqca həyatın hər bir anında qarşılaşdığı çətinlikləri, sınaqları və əngəlləri aşaraq öz içində yanan sarsılmaz işığın, sevginin və mərhəmətin dəyərini bir daha kəşf edəcək. Çünki həyat yalnız maddi sərvətlərdə deyil, qəlbdə, ailə və dostluq əlaqələrində və keçmişin dərslərində gizlidir. Biz bu nağılı yaşatmaqla gələcək nəsillərə və bütün dünyaya insan ruhunun dərinliyini, sarsılmaz ümidin və sevginin əbədi sədasını bəxş etmiş o qiymətli dəyərləri təqdim edirik. Bu hekayə yalnız Günəşabadın, yalnız Məmmədovlar ailəsinin və yalnız Rafiqin və Nigarın hekayəsi deyil, o, bütün insanlığın həyat yolunda qarşılaşdığı çətinliklərin, sınaqların və sarsılmaz ümidin, sevginin və mərhəmətin əbədi sədasıdır. Hər kəsin ürəyində yanan o sarsılmaz işıq, keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək, bizə həyatın əsl mənasının dərinliyini və əbədi gözəlliyini xatırladır. Beləliklə, Ümidin dərsləri, Qəlbdə yanan həyat nağılı adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadlarımızın qoyduğu ənənələrin, ailə və dostluq bağlarını və insan qəlbində yanan sarsılmaz ümidin sədasını özündə birləşdirən, Tolstoyun böyük romanlarından ilham alan bir nağıl olaraq nəsillərə ötürüləcək və hər kəsin ürəyində əbədi iz buraxacaqdır.